Bir çox gənclər o gənc yaşlarını, yəni 18-25 belə deyək, bunları bütün gününü işə verərək uğurlu olmağa çalışır və 90%-ində mən müşahidə elədiyim, yanımda çox gənclər işləyir. 90%-ində alınmır, çünki belə rusca desəm выгорание olur. Yəni mən bunlara başa salanda ki, biraz həyatı da yaşamaq lazımdır. Həyatı yaşamadıkca o uğur gələ bilməz. Çünki 100 dəfə oxumaqdansa bir dəfə görmək 100% yaxşıdır. Yəni onun üçün sizə bu sualı verirəm. Bir gənclərə balaca bir nastavleniyanız olsa çox sevinərdim. Mən yenə də yəni çox qatılıram. Burada bu arada dediyim gedib, yəni hansı qeyri-adi bir şeydən söhbət getmir də. Mən hər zaman deyirəm ki, 20 yaşlarında insan gərək getsin, səyahət eləsin. Və siz backpacklə, nə bilim, hosteldə qalıb, yeni dostlar tapıb, yeni imkanlar özünüzə daha sürətlə aça bilərsiniz. Nəinki 20 yaşında gedib hansısa şirkətdə 9-5 çalışıb karyera qurmağa çalışasınız. Bəlkə də bəzi insanlar üçün olur və təəssüf ki, mən özüm də bir orta statistik şərqli ailəsinin böyük oğlu olaraq, yəni ailəmdən Üstü bizə götürmüsünüz. bütün göz bəklənti olub ki, işləmək lazımdır, gözəl karyera qurmaq lazımdır. Mən Sony-də çalışmışam, Carlsberg-də çalışmışam. Sonra gəlib yaxşı universitetlərdə oxumaq lazımdır və bunu təbii ki, bilməm, mühəndislik, hüquq, həkimlik, iqtisadiyyat kimi böyük bir nəyinsə ucundan yapmaq lazımdır. Əslində bugün 20 yaşına geri dönsəydim, gedib biraz musiqi ilə məşğul olmaq istəyərdim.